sıxıntı anında insanın üzərinə düşən, vacib olan insanın səbr etməsidir. İnsanın səbr etməsi. Çünki müsibət anında insanların halı dörddür. Birinci, qəzəblənənlər, etiraz edənlər. Qəzəblənənlər artıq savabı itirirlər. Yəni, günah qazanırlar. Müsibət anında, sıxıntı anında qəzəblənən, saç yolan, üzünü vuran, sinəsini cıran, şikayət edən, yəni bu insan artıq savablar itirir, günah qazanır. Və ikinci hal isə səbr edəndir. Səbr edən artıq o insan üzərinə düşəni, vacib olanı yerinə yetirmiş sayılır. Bundan da üstün olan hal isə üçüncü, insanın razı qalmasıdır. Yəni Allahın bölgüsünə, təqdirinə razı qalmasıdır. Və dördüncü isə ən üstünü insanın şükr etməsidir. O halına belə, yəni şükr etməsidir. Ona görə insan çalışmalıdır. Ən azı, vacib olanı səbr etsin. Səbr edərsə, yəni insan artıq nə qədər mükafatlar, xeyirlər əldə edir. Çünki Allah Teala buyurur ki, وَبَشِّرِ الصَّابِرِينَ Sən səbr edənləri müjdələ. Kimdir onlar? Buyurur ki, اَلَّذِينَ اِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا اِنَّ لِلّٰهِ وَاِنَّ اِلَيْهِ رَاجِعُونَ Onlar o kəslərdir ki, başlarına müsibət gəldiyi zaman deyərlər ki, biz Allaha aidik, Allahınıq və Allaha da qayıdacaq. Və müsibət də nədir? Müsibət insanın qəlbini ağrıdan və yaxud bədənini ağrıdan və yaxud hər ikisini birlikdə ağrıdan şeyə müsibət deyilir. Yəni bir şey ki, insanın qəlbinə ağrı verir, müsibətdir. Yəni şərt deyil ki, tufan qopsun, qasırğa olsun, zəlzələ olsun. Yox, yəni əgər ola bilər adi məsələlər insanın qəlbinə kədər gətirirsə, sıxıntı gətirirsə, müsibət sayılır. Yəni insan etməlidir, səbr etməlidir. Və səbr edərsə və həmçinin innə lillahi və innə ileyhi raciun bu sözləri insan anlayaraq deyərsə, müsibəti yüngülləşdirən ən böyük amillərdən sayılır. Sonra onların mükafatını Allah Teala buyurur. Ulaika aleyhim salavatu min rabbihim və rahmə. Onlara Allah Teala tərəfindən Allahın salavatı və rəhməti vardır, mərhəməti vardır və onlardır doğru yolda olanlar. Allahın salavatı nə deməkdir? Allahın salavatı qulunu tərifləməsidir. Yəni, salavat insanlardan olanda, mələklərdən olanda başqa məna verir. Amma Allahın salavatı isə, yuxarıda gələn rəvayətə görə, o qulunu Allah Teala mələklər arasında tərifləyir. Yəni, səbr edən qulunu. Sonra Allahın onlara rəhməti, elə rəhmətidir ki, elə səbr etməyə müvəffəq olub və həmçinin onlardır doğru yolda olanlar. Yəni, müsibəti düzgün qarşıladığına görə.